Beyləqan rayonu 2-ci Aşıqlı kənd ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib. Belə ki, bazarın ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədi ilə baytar həkiminin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib. Eyni zamanda bazarın giriş və çıxış hissəsində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırda buynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib. Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub. Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.